Onkoloji xəstəliklərdə bir çox vasitələr istifadə eləmək olur. Həmişə biz bildirmişik ki, iki cür yanaşma var. Rəsmi yanaşma var və naturopatik yanaşma var. Rəsmi yanaşmada 3 üsuldur: cərrahiyyə, kimya, şua və bütün fikir yönəlibdir şişin yox olmasına. Hansısa yolla kəsmək, zəhərləmək ya yandırmaq. Bu lazımdır, amma bu müalicə deyil. Şişi kəsməklə proses yoxa çıxmır, şiş prosesi bədəndə. Yenidən yarana bilir, metastaz verə bilir, residiv verə bilir, təkrar baş verə bilir. Kökünü yığışdırmaq lazımdır. Rəsmi onkologiya kökünü bilmir, səbəbini bilmir. Naturopatik onkologiyada, doğru onkologiyada 500-dən çox üsul var. Biraz yaxşı, biraz pis, amma hamısını cəm şəklində 90% xəstələri müsbət nəticə əldə eləmək olur. Rəsmi onkologiya 2% xəstənin nəticə əldə eləyə bilir, naturopatik onkologiya 90%. Niyə görə bu effektli üsulları rəsmi protokollara salmırlar? Bunu artıq dəfələrlə başa salmışıq. Amma fakt, integrativ onkologiya mərkəzləri var dünyada və onlar çox gözəl nəticə əldə eləyə bilirlər. Müxtəlif üsullarla. Öksöotu, arabinoksilan, B17 və ASD və krealinlə. Krealin problemi nədədir? Bu profilirованный preparatdır. Yəni, bunu birbaşa şiş üçün deyil. Bu bit-birə dərmanıdır. Mal-qarada, qoyunlarda istifadə olunur, veterinariyada, baytarlıq praktikasında. Belə preparatlar çox olubdur. Ümumiyyətlə, təbabət praktikasında çox belə olubdur ki, hansısa bir səbəbə görə dərman çıxardıblar, amma onun yan təsiri, ya əlavə təsiri o qədər güclü və başqa sahədə olubdur ki, onu sonra profilaktika, o birisi profilirovat eləyiblər. Deyək ki, levomizol, deyək ki, dimidrol. Dimidrol antihistamin preparatdır, amma onun sakitləşdirici effekti o qədər çoxdur ki, onu sakitləşdirici kimi də istifadə eləmək olur. Sildenafil damarların genişləndirilməsi üçündür, ürək-damar xəstəlikləri üçündür. Amma damarlar diametri böyrəkdə, ürəkdə və kişilərin cinsiyyət üzvlərində eyni olduğuna görə yan təsiri kimi gördülər ki, bu daha çox cinsiyyət üzvünün damarını genişləndirir. Və onu sonra dövr elədilər, Viagra preparatı kimi bazara çıxartdılar. Amma bu ürək-damar preparatıdır. Krealin. Biçarəyə qalan xəstələrimiz, onkoloji xəstələrimiz kim nə deyirsən istifadə eləyir. Bir çox şeylər var. Kerasin içən kim, urinoterapiya istifadə eləyən kim, krealin istifadə eləyən kim. Ölən ölür, qalan da deyir ki, filan şeydən sağaldım. Burada nədir, niyə görə bunu istifadə eləmək olur? Birincisi, o dozirovkadakı hansın ki, biz deyirik, bir damcı ilə, o bir zərər verəsi deyil. Kəskin iyi var, ona görə də onu hər kəs içən deyil. Və üçüncü səbəb,